Masazırda Yeni Bakı yaşayış kompleksində dolu ev axtaranlar üçün ideal bir təklifimiz var. Bura evin giriş hissəsi. Giriş hissəsində divan kreslo dəstək qoyulub, maraqlı bir hava yaradıblar. 89 kvadratlı 7 mərtəbəli binanın ikinci mərtəbəsində yerləşir evimiz. Sürətli formada keçirik mətbəxə. Yəni əşyası yetəri qədər var. Mətbəx əşyaları, soyuducusu, burada mikrovalnovkası var, paltaryanı var, hamısı qiymətə daxildir. Bura ilk otağımız, yataq otağı. Və onu da vurğulayım ki, bütün otaqlarda kondisioner var. 4 dənə kondisioner var ümumilikdə evdə. Şkaf, yataq, kondisioner, divan nə görürsə evin daxilindədir. Bura ikinci otağımız. Buranı uşaq otağı kimi istifadə ediblər. Burada da eynən bu kravatlardan cəmi bir dənəsi çıxacaq. Qalan nə görürsə bax, misal üçün stol stulu da çox keyfiyyətli stol stuludur. Diqqətimdən qaçmadı, həm də ki açılandı. Əlavə olaraq bu otaqda maraqlı nə var? Burada qardırob var belə. İstər buranı geyim qardırobu kimi, istər əl altı vasitələr qoymaq üçün. Başqa nə üçün istəsəz istifadə edə bilərsiniz. Məncə bu da bir üstünlükdür. Bura isə üçüncü otaq, yəni uşaq otağı. Çox səliqəli dizayn ediblər. Stol stulu, yataq dəsti olsun, şkafı. Burada da eynən kondisioner var. Dediyim kimi 4 dənə kondisioner var. Yəni əgər yeni ailəsinizsə və uşaqlı ailəsinizsə evi alıb rahatlıqla əlavə çox xərc çəkmədən burada yeni bir həyat qura bilərsiniz. Sanitar qovşağını da göstəririk. Bura bir. Bu isə belə. Bura məhəlləyə baxan balkonumuzdur. Burada nələr var? Yaşıllıq ərazi, geniş məhəllə, avtomobil saxlamaq üçün yetəri qədər yer var. Bura uşaq bağçasıdır. Yol isə çox yaxındır. Bu binanın arxası yoldur. O birisi tərəfdə məktəbdir, ticarət müəssisələri yaxındır. Burada apteki də var, digər marketi də var. Yəni hər şey var. Məhəllənin yeri də çox gözəl yerdədir.